Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının və Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin birgə təşəbbüsü ilə Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının akt zalında 2025-ci il Konstitusiya və Suverenlik ili və Ümumilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş Heydər Əliyev və Azərbaycan təhsili mövzusunda konfrans keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb. Ümumilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib. Məruzə ilə çıxış edən Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının, Sumqayıt şəhər 3-cü mikrorayon ərazi partiya təşkilatının sədri Rəhminə Mehdiyeva qeyd edib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi Ümumilli lider Heydər Əliyev çağdaş tariximizdə əbədiləşmiş, Respublikamıza rəhbərliyinin bütün dövrlərində vətən və xalq qarşısında misilsiz xidmətlər, xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi nümunəsi göstərib. Konferansda çıxış edən Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Qubadlı rayon üzrə təhsil sektorunun müdiri Müşfiq Hüseynov bildirdi ki, Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyev təhsilin inkişafına xüsusi önəm verirdi. Onun rəhbərliyi dövründə təhsil sistemi daim diqqət mərkəzində saxlanılıb, ölkənin gələcək inkişafı üçün savadlı və bacarıqlı gənclərin yetişdirilməsi strateji məqsəd kimi qoyulmuşdur. Konferansda çıxış edən Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov qeyd edib ki, Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində bu gün Azərbaycan müstəqil, güclü və dayanıqlı dövlət kimi beynəlxalq arenada tanınır. Onun siyasi kursu bu gün də Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Çıxışlarda Ulu Öndərin əziz xatirəsinin hər zaman qəlbimizdə yaşayacağı vurğulanıb. Daha sonra Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının bir qrup fəal üzvlərinə fəxri fərmanlar verilib. Yekunda Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının təşəbbüsü ilə 2025-ci il Konstitusiya və Suverenlik ili və Ümumilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibəti ilə Qubadlı rayon ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilən inşa müsabiqəsinin qaliblərinə dəyərli mükafatlar və hədiyyələr təqdim olundu.